Ali Məhkəmədə daha bir vahid qərar verib. Plastik əməliyyatlarla bağlı Ali Məhkəmə yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüquqlarına dair vahid hüquqi mövqe formalaşdırıb. Bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən şəxsiyyət hüquqlarının müdafiəsi haqqında qərarla əslində konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna aydınlıq gətirilib. Bədən toxunulmazlığı hüququ bədəni təşkil edən üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. Hüquqa ziddiliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı bir müdaxilə tibbi, elmi, fiziki qadağandır. Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, fiziki zorakılıq edilməsi və s. Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilib. Həmin hallarla şəxsin razılığı, üstün xüsusi mənafi, üstün ictimai mənafi və qanuni əsas aiddir. Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi və ya susma formasında ola bilər. Bəs bu qərarın hansı üstünlükləri var? Vəkil Mansur Osmanov bu barədə bizə məlumat verib, izləyək. Yine de kararın 4.70. Bəndində qeyd olunur ki, mülki məcəllərin 112-ci maddəsində şəxsi sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, əhalinin sağlamlığının qorunması haqqında qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlara habelə tibb müəssisələrinin eyni zamanda işçi personalının işçi işə götürən münasibətlərində olması nəzərə alınaraq tibbi xidmətlərə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara mülki məcəllərin 1099-cu maddəsinin tələbləri gözlənilməklə baxılmalıdır. Bu baxımdan dəymiş zərərin kompensasiyası iddiası zərər çəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və eyni vaxt hər ikisinə qarşı irəli sürülə bilər. Qeyd edilməlidir ki, pasiyentə vurulmuş zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, onun pozuntuya yol vermiş işçisinə qarşı bu qərarın müvafiq bəndinə əsasən göstərilmiş qaydada əmək məcəlləsində müəyyən edilmiş qədər reqres tələb hüququ da yaranacaqdır. Deməli, bu qərarda müvafiq bəndə göstərilən habelə növləri əhalinin sağlamlığının qorunması haqqında qanunla müəyyən edilən deməli, tibbi yardımdan fərqli olaraq estetik cərrahiyyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibb fəaliyyət növləri tərəflər arasında yaranan münasibətlər nəticəsində təminat verilən podrat münasibətləri hesab olunur. Yəni, burada tibb müəssisəsi xidmət göstərən, yəni podratçı, sifariş verən isə vətəndaş hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun, habelə mülki məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər və fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin əhalinin sağlamlığının qorunması haqqında qanunun 24-cü maddəsi ilə həyata olunan hüquqların pozulması ilə bağlı olduqda isə tələbin maddi hüquqi əsasını həmçinin istinad edilən bu normada təşkil edəcəkdir. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə
İddia tələbləri araşdırılarkən həmin qərarın 4.73-cü bəndində qeyd olunur ki, məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidir. Xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub olmaması, qüsurların xəstəliyin davamiyyətdə təsiri, sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. Onu da qeyd etmək lazımdır ki, tibb müəssisəsi fəaliyyətinin qanuna göstərdiyi tibb xidmətlərin klinik protokollarına uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni, tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkim və tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Lakin şəxsin tibbi sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardım göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlığına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbi şəxsin özü və yaxınları irəli sürə bilər. Şəxsin yaxınları o zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqa zidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxınının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirilməsində və digər formada ifadə oluna bilər. Nəticədə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərə cavab verməməsindən, məsələn, burun estetik əməliyyatından gözlənilən nəticənin əldə olunmamasına görə doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər.